Böyük bir ofisin patronu var imiş. Buna hər gün evdən günorta yeməyi gəlirmiş. Bu yaşlı bir xidmətçi kişi var imiş. Bunun yeməyin qızdırıb gətirib verirmiş. Bu yeyəndən sonra bu yaşlı adam gəlib artıq qalan şeyləri yığışdırıb götürüb aparırmış. Bir gündə bu yaşlı kişi patronun yeməklərini gətirib qoyur. Sonra gəlib patrondan soruşur ki, əfəndim, yeməyi yediz qurtardınız, qabları götürə bilərəm. Patron deyir ki, hə, götürüb apara bilərsən. Bu qabları götürür, çölə çıxanda arxasına baxa-baxa çıxır. Nəsə bu patronun katibəsi bu yaşlı adamdan şübhələnir. Bu xidmətçi gedəndən biraz sonra bu qadın durur, gedir xidmətçinin ardınca. Xidmətçinin balaca otağına yaxınlaşanda gördüklərinə təəccüblənir. Görür, yaşlı insan bu patronun qarşısından qalan yeməyi qoyub qarşısına böyük bir iştahla yeyir. Bir tikəsin, qırıntısın belə qərət eləmir. Çox təəccüblənir, peşman olur, qayıdır, oturur yerində. Səhəri günü yenə bu yaşlı adam patronun yeməyin gətirir, qoyur. Bu xidmətçi və katibə qız girir patronun yanına. Deyir ki, əfəndim, siz bu qədər artıq yeməkləri niyə gətirirsiniz? Axı, siz bu yeməklərin hamısını yeyib qutara bilmirsiniz. Siz bilirsiniz ki, bu xidmətçi kişi bu artıq qalan yeməkləri neynir? Elə bu ərəfədə xidmətçi kişi içəri daxil olur. Bu katibə səsini dayandırır. Xidmətçi kişi deyir ki, əfəndim, qabları götürə bilərəm. Deyir, hə, götürə bilərsən. Bu qabları yığışdırır, götürür, qayıdır öz otağına. Öz otağına qayıdandan sonra bu katibə patrona deyir ki, siz bir dəqiqə mənim arxamca gələ bilərsiniz. Deyir, hə, nə işdir? Deyir, bir dəqiqə gəlin mənim arxamca. Bunlar ikisi yaxınlaşırlar həmin bu xidmətçinin otağına. Otağa yaxınlaşanda patron gördüyü şeyə çox təəccüblənir. Görür ki, bu xidmətçi qoca kişi bunun artıq qalan yeməklərini yeyir. Bu buna çox pis təsir edir. Artıq xidmətçi də görür ki, bunlar gəliblər, mənə baxırlar. Patron bu yaşlı qocaya deyir ki, sən niyə belə edirsən? Axı, mən sənə ayda 10.000 rupi pul verirəm. Sən niyə artıq yeməkləri yeyirsən? Deyir, əfəndim, mən evdən yemək gətirmirəm. Elə burada qalan artıq yeməklərlə günümü keçirdirəm. Deyir, axı, niyə? Mən sənə 10.000 rupi pul verirəm. Deyir, mənə verdiyiniz 10.000 rupinin 7.000-ini kətdə olan ailəmə göndərirəm. Mənim kətdə yoldaşım xəstədir, 2 dənə oxuyan məktəbli qızım var. 2.000 rupini isə kirayəyə verirəm. Mənə cəmsi 1.000 rupi pul qalır. O 1.000 rupi ilə, deyir, bəs 1.000 rupi ilə sən necə yaşayırsan? Deyir, mən 1000 rupi pulla
həyatda yaşamaq üçün günümü keçirdirəm. Bunu görən patron deyir ki, sabahdan sənin əmək haqqını 10.000 rupidə artırıram. Deyir, dünyamızda ac insanlar çoxdur. Biz onların hamısını doyuzdura bilmərik. Amma öz ofisimizdə işləyən ac insanları doydura bilərik. Çünki onlar da bizim bir parçamızdır. Əgər hər bir insan öz ofisində, öz şirkətində çalışan ac insanların qarınlarını doyuzdursa, onda dünyada ac insanlar qalmaz. Diqqətinizə görə çox sağ olun.